Salam dəyərli altıncılar. Yenilənmiş 6-cı sinif Azərbaycan dili dərsi üzrə sonuncu dərs mətninin mətn və tapşırıqlarının izahı və qrammatika qaydası üzrə tapşırıqların izahını sizə təqdim edirəm. Birinci tapşırıqda deyir ki, ana dilini bilmək nə üçün vacibdir? Ana dilini bilmək ona görə vacibdir ki, biz insanlar bir-birimizə ünsiyyət quran zaman, fikirlərimizi bölüşən zaman, hər hansı bir fikir əldə etmək, bir məlumat əldə etmək üçün ilk növbədə ünsiyyət qurmaq üçün əlbəttə ki, biz ana dilini bilməliyik. Doğrudurmu? Və ümummilli liderimizin aşağıdakı fikrinə əsaslanaraq ana dilimizin həyatımızdakı və cəmiyyətdəki rolu haqqında danışaq. Biz bilirik ki, Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Yəni, o deməkdir ki, bir xalqın varlığını, onun adət-ənənəsini, tarixini, mədəniyyətini ən çox onun dili qoruyur. Düzdürmü? Və dil yaşadır. İnsan öz dilində danışanda həm öz milli kimliyini göstərir, həm də öz xalqına bağlı olduğunu sübut edir. Biz həm də belə deyə bilərik. Məsələn, biz Azərbaycan dilində danışanda bu dilin içində min illərin bir tarixini, ata-babalarımızın yaratdığı sözləri, dastanları, mahnıları da yaşatmış oluruq da, düzdür? Əgər dilimizi itirsək, milli kimliyimizi də itirmiş olarıq. Buna görə də Azərbaycan dilini sevmək, qorumaq və onu inkişaf etdirmək bizim hər birimizin borcudur. Davam edək. Sonuncu dərs mətninin məzmunu ilə tanış olaq. 1875-ci ilin payız günü idi. Həmin gün mən dərsə gecikirdim və danlanacağımı bildiyim üçün çox qorxurdum. Doğrusu, dərsə də hazır deyildim. Bir anlığa ağlıma gəldi ki, məktəbə getməyim. Amma qorxuya üstün gələ bildim və məktəbə tələsdim. Meriyanın qarşısından qaçarkən gördüm ki, camaat elanlar asılmış lövhənin qarşısına yığılıb. Son 2 ildə bu lövhədə biz ancaq xoşagəlməz xəbərlər oxuyurduq. Məğlub edildiyimiz döyüşlər, komendantın əmrləri. Mən qaça-qaça fikirləşdim. Görəsən yenə nə yazıblar? Adətən dərsin əvvəlində sinifdə elə səs-küy olur ki, küçədə də eşidilir. Hamı bərkdən dərsini təkrarlayır. Müəllim çubuğunu masanın üstünə vuraraq şagirdləri sakitləşdirməyə çalışır. Mən bu qarışıqlıqdan istifadə edərək yavaşca yerimə keçmək niyyətində idim. Amma bugün sinif qəribə bir sükuta qərq olmuşdu. Bu lal sükut içərisində qapını açıb içəri girmək, təsəvvür edirsiniz, necə çətin idi. Lakin cənab Amel mənim üzümə baxıb mülayim səslə dedi: "Keç yerinə, mənim balaca Fransım, biz artıq sənsiz başlamaq istəyirdik." Mən tələsi yerimdə oturdum. Arxa partalarda kənd ağsaqqallarının əyləşdiyini görüb xeyli təəccübləndim. Onların hamısının sifətində qəmgin ifadə var idi. Cənab Amel aramla sözə başladı. "Uşaqlar, bugün mən sizinlə sonuncu dəfə məşğul oluram. Berlindən əmr gəlmişdi ki, bizim əyalətin məktəblərində yalnız alman dili tədris olunsun. Yeni müəllimimiz sabah gəlir. Bugün isə sizin sonuncu ana dili dərsinizdir. Xahiş edirəm, çox diqqətli olun." Onun sözləri məni sarsıtdı. Ah, yaramazlar. Demək bu işi imiş Meriyanın divarında asdıqları elan. Sonuncu ana dili dərsi. Mən öz dilimdə düzənməli yaza da bilmirəm. Deməli, heç vaxt öyrənə bilməyəcəyəm də. Elə belə yaşamalı olacağam. Mən itirilmiş vaxta görə ağacların başında quş yuvaları axtarmaq, donmuş çayda sürüşmək xatirinə buraxılmış dərslərə görə necə də heyfslənirdim. Bu günəcən mənə darıxdırıcı görünən kitablar, qrammatika, tarix, indi sanki köhnə dostlar kimi əziz idi. Onlardan ayrılmaq mənə necə də ağır gəlirdi. Hələ cənab Amel, müəllimimi bir daha görməyəcəyimi düşünəndə onun danlaqları da, cəzaları da unuduldu. Mən bizim kənd qocalarının səhər tezdən məktəbə yığışmalarının səbəbini də başa düşdüm. Bununla onlar sanki 40 illik sədaqətli xidmətinə görə müəllimə minnətdarlıqlarını bildirir və əllərindən alınan vətənə son borclarını verirdilər. Adımın çəkilməsi düşüncələrimi yarımçıq kəsdi. Müəllim məni lövhəyə çağırdı. İlahi, bu gün dərsimi heç bir səhv buraxmadan danışmaq üçün nələrdən keçməzdim. Lakin mən elə ilk kəlmələrdə də çaşdım. Başımı aşağı salıb susdum. Bu zaman cənab Amel
danışmağa başladı. Mən səni danlamayacağam. Frans, sən onsuz da kifayət qədər cəzalandırılmısan. Bax, sən hər gün fikirləşirdin. Hara tələsirəm? Sabah hamısını öyrənərəm. Sonra isə görürsən nələr olur. Sən bu xalqın nümayəndəsisən. Amma doğma dilində nə danışmağı, nə də düzgün yazmağı bacarırsan. Sonra cənab Amel ana dili barədə danışmağa başladı. O deyirdi ki, hər bir insan üçün dünyada ən gözəl, ən məlahətli dil doğma dilidir. Onu qoruyub saxlamaq lazımdır. Nə qədər ki, əsarət altına alınmış xalq öz dilini dərindən bilir, o sanki öz zindanının açarını əlində saxlayır. Qəşəng məqamdır. Sonra müəllim kitabı əlinə alıb dərsə başladı. Mən onun bütün dediklərini çox gözəl başa düşürdüm. Buna özüm də mat qalmışdım. Görünür, əvvəllər mən müəllimə heç vaxt belə diqqətlə qulaq asmamışdım. Müəllim də heç vaxt dərsi belə aydın, hövsələ ilə izah etməmişdi. Zavallı qoca sanki getməmişdən əvvəl bütün bildiklərini bizə vermək istəyirdi. Sanki. Sinifdə tam sakitlik hökm sürürdü. Pəncərədən sinifə doluşan may böcəklərinə də fikir verən yox idi. Məktəbin damında quşlar astadan civildəşirdilər və mən onlara qulaq asa-asa özümdən soruşurdum. Bəlkə onları da almanca oxumağa məcbur edəcəklər. Birdən kilsə zəngi saat 12-ni vurmağa başladı. Cənab Amelin rəngi ağardı. Dostlar, mən deyə o danışmağa çalışdı, lakin sözünün ardını gətirə bilmədi. O üzünü lövhəyə çevirdi. Təbaşiri götürüb böyük hərflərlə yazdı. Yaşasın doğma dilimiz. Sonra başını lövhəyə dayayaraq donub qaldı və əli ilə bizə işarə elədi. Dərs bitdi. Yəni, gedin. Söz boğçasında meriya, komendant, əyalət və zavallı sözləri var. Onları tapşırıq işləyirik. Burada nəyə diqqət edirik biz? Demək, nümunəyə baxaraq sözlərin izahını yazaq. Mətnimiz də belə deyək, mətnin əvvəlində qoyulan suala uyğunluq təşkil etdi də, düzdür? Burada verib ki, komendant nədir? Müharibə zamanı şəhərlərdə intizama, yəni nizam-intizama nəzarət edən deməkdir. Düzdürmü? İndi mer nədir? Demək, bu şəxs anlayışı bildirir də komendant. Demək, mer də şəxs anlayışı bildirməlidir. Mer nədir? Yerli icra hakimiyyətinə, bələdiyyə şurasına başçılıq edən şəxs. Demək, nə oldu? Bələdiyyə şurasına başçılıq edən şəxs. Yaxud da o biri nə oldu? Yerli icra hakimiyyətinə başçılıq edən şəxs. Düzdürmü? Sonra meriya nədir? Yerli icra hakimiyyətinin bələdiyyə şurasının yerləşdiyi bina. Demək, komendantlıq da elə bina məzmunu verəcək. Görək, komendantlıq nədir? Müharibə zamanı komendantlıq nədir? Müharibə zamanı şəhərlərdə demək, şəhərlərdə intizama nəzarət edən idarənin yerləşdiyi bina. Aydın oldu. İndi nə deyir? Tapşırıq 2A-da dilini anladın. Aşağıda mətnin strukturu ilə bağlı açar ifadələr və cümlələr verilib. Həmin cümlələr əsasında hekayəni nağıl edib danışaq. Bu anlayışlar bizə harada qarşımıza çıxıb? Süjetin mərhələlərində bu anlayışlar bizim qarşımıza çıxmışdı, düzdür? Süjetin mərhələsi var idi. Giriş mərhələ ekspozisiya, yəni mətnin giriş hissəsi nə adlanır? Ekspozisiya. Ona aid başlıq nə verib? Dərsə gecikən məktəbli. Birinci buradan danışarsınız. Mən dərsə gecikirdim. Birinci şəxsin dilindən danışırsınız da. Gecikdiyimə görə danlaq işləyəcəyimdən qorxurdum. Sonra öz qorxuma qalib gəldim. Sonra düyün hissəsi, artıq bu ikinci mərhələdə, düzdür? Zavyaska mərhələsi idi. Berlindən əmr gəlir, artıq yavaş-yavaş problemlər qabarmağa başlayır və bu hissədən danışacaqsınız.
Berlindən hamısı əmr gəldi. Əmrdə nə deyilmişdi? Təbii ki, biz mətnin məzmunundan çıxış edib bunları danışırıq. Hadisələrin inkişafında nə verilib? Sinifdəki lal sükut və qəmgin qocalar. Sinifdə niyə sakitlik hökm sürürdü? Qəmgin qocalar məktəbə, sinifə niyə gəlmişdi? Onlar niyə qəmgin idilər? Bunlar haqqında danışırsınız. Kulminasiya nöqtəsi dərsin sonu oldu. Dərs bitdi. Müəllim öz sonuncu dərsini şagirdlərə keçmiş oldu və artıq yavaş-yavaş problemlərin həlli mərhələsi başlanır. Müəllimin lövhəyə yazdığı cümlə yaşasın Fransa. Burada bir nə qədər ağır olsa da, şagirdlərdən ayrılmağı ağır olsa da, yəni burada bir gələcəyə bir inam da var. Dilin qorunması ilə bağlı bir şagirdlərə bir çağırış da var hətta burada. Düzdürmü? Və final mərhələsi nədir? Dərs bitdi. Gedin. Yəni mənim sizinlə sonuncu dərsim idi. Dərsim yekunlaşdı. Sabah artıq yeni bir müəllim sizə dərs keçəcək. Siz artıq alman dilini öyrənəcəksiniz. Görürsünüz, bunlar hamısı mətninə verilib. Bunlar haqqında nə edəcəksiniz? Ardıcıl şəkildə məzmuna uyğun danışacaqsınız. Nə deyir? Sizcə müəllim lövhədə yazdığı son sözləri ilə uşaqlara nə demək istəyirdi? Demək, burada son sözləri ilə uşaqlara nə demək istəyir? Burada nə demək istəyir? Demək, əlbəttə ki, müəllim bu cümlə ilə şagirdlərinə vətənpərvər olmağı, doğma dilin keşiyində durmağı, vətənin, xalqın keşiyində durmağı neyir? Tövsiyə eləmiş olur. Fransın düşüncələri ilə keçirdiyi hisslər arasında uyğunluq. Burada təəssüf var, kinayə, istehza var, bir də qəzəb, nifrət var. Deyir, onun sözləri məni sarsıtdı. Ah, yaramazlar. Demək, bu imiş Meriyanın divarında asdıqları elan. Burada bir qəzəb görürsünüz, düzdür? Bir də olsun C. İlahi, bugün dərsimi heç bir səhv buraxmadan danışmaq üçün nələrdən keçməzdim? Keçmişdəki o dərsdəki boşluqlarla bir təəssüf hissi keçirir də. Düzdürmü? 2 danı verək. Və məktəbin damında quşlar astadan civildəşirdilər. Mən onlara qulaq asasa, özümdən soruşurdum. Bəlkə onları da almanca oxumağa məcbur edəcəklər. Axı, xalqı məcbur eləyirlər. Hətta quşları da bəlkə məcbur eləsin. Bunu kinayə ilə deyirlər, istehza ilə deyir. Üstə də olsun B variantı. Davam edirik. Frans kənd qocaları haqqında danışarkən əllərindən alınan vətən ifadəsini işlədir. Sizcə o bu ifadə ilə nə demək istəyirdi? Bu ifadə ilə demək istəyir ki, dil hər bir xalqın varlığını müəyyən edən ən mühüm amildir. Demək, dil yoxdursa, o dilin mənsub olduğu xalq da yoxdur. D variantı nədir? Mətndə göy rənglə verilmiş cümlədəki fikri izah edək. Göy rənglə verilmiş cümləmiz hansıdır? Deyir ki, nə qədər ki, əsarət altına alınmış xalq öz dilini dərindən bilir, o sanki öz dilin zindanının açarını öz əlində saxlayır. Bu tapşırığa diqqət edirik. Burada onu demək istəyir ki, dünyada əsarətdə olan xalqlar var, yaxud da müstəmləkə halında olan ölkələr olub və indi də var. Amma necə ki, belə xalqlar öz dilini, öz mədəniyyətini, öz adət-ənənəsini qoruyub saxlaya bilir, onun bu əsarətə son qoymaq şansı da var. Sən öz dilini, mədəniyyətini, öz keçmişini, öz dilini, adət-ənənəni qoruya bilibsənsə, demək, gün gələcək sən öz bu düşdüyün əsarətdən xilas da ola bilərsən. Deyir ki, sizcə mətnin ideyası nədir? Belə bir tapşırıq təqdim olunur. Və məzmunu Azərbaycanla bağlı olmayan bu hekayə, bu Fransa ilə bağlıdır da, nə üçün milli dəyərlərimiz bölünməsinə daxil olub? Mətnin ideyası nə ola bilər? İnsan öz dilini unutmamalıdır. Öz dilinə sahib çıxmalıdır. Öz əsarətdə olsan belə, öz keçmişini, öz adət-ənənəni, öz mədəniyyətini, öz milli varlığın sayılan dilini heç vaxt unutmamalısan. Onu yaşadıb növbəti nəsillərə çatdırmalısan, ona sahib çıxmalısan. Milli dəyərlər bölməsində niyə məhz bu hekayə verilib? Çünki fransız üçün, belə deyək ki, fransız müəllimindən bəhs edir. Onun üçün və onun şagirdləri üçün fransız dili milli dəyərdirsə, bizim Azərbaycanlılar üçün də Azərbaycan dili milli dəyərdir. Hər bir xalqın öz milli dəyəri var və onu nə etmək lazımdır? Əlbəttə ki, qorumaq
lazımdır. Cənubi Azərbaycanla bağlı tarix fənnindən bildiklərinizi danışın. Yəni, hansı məlumatdan sahibsinizsə bunu danışacaqsınız və Cənub Xatirələri adlı bir mətn təqdim olunub. Bunun məzmunuyla tanış olacaqsınız və bu mətnlə, Cənub Xatirələri mətni ilə bizim əsas mətnimiz, sonuncu dərs mətnlərini nə etməliyik? Biz müqayisə etməliyik. Bunları müqayisə edirik. Necə müqayisə edirik burada? Demək, baxın, hər iki mətndə hadisənin, belə deyək də, baş verdiyi zamanla bağlı hansı məqamlar var? Məsələn, sonuncu dərsdə hadisənin baş verdiyi zaman 19-cu əsrin sonlarıdır. Cənub xatirələrində isə hadisələrin baş verdiyi zaman 20-ci əsrin sonlarıdır. Doğrudur, baş verdiyi məkan sonuncu dərsdə Fransadır, Cənub xatirələrində isə Cənubi Azərbaycandır, düzdür? Sonra, bəs mətndə qaldırılan problem. Burada hər ikisində əslində eyni, belə deyək ki, eyni problem qaldırılır. Xalqın öz doğma dilində təhsil almaq hüququnun müdafiə edilməsi. Bu, hər iki mətndə qaldırılan oxşar problemdir. Mətndə altından xətt çəkilmiş cümləyə diqqət edin. Sizcə bu cümlədə Azərbaycan sözünü bir neçə dəfə işlətməkdə müəllifin məqsədi nədir? Deyir ki, Azərbaycan şəhərində Azərbaycanlı tələbələr qarşısında Azərbaycan dilində mühazirə demək yasaq idi, qadağan idi. Azərbaycan şəhəri Təbriz, Tehran və orada Azərbaycanlı tələbələr oxuyurdu. Azərbaycanlı tələbələr qarşısında Azərbaycan dilində mühazirə oxumaq yasaq idi. Dəfələrlə Azərbaycan sözü nəyə görə işlədilə bilər? Fikir yürüdə bilərik. Əlbəttə ki, ona görə müəllif bunu verib ki, biz belə yanaşaq da. Yəni, bir cümlədə Azərbaycan sözünü 3 dəfə təkrar etməklə İranda Azərbaycan xalqının ana dilində təhsil almaq hüququnun pozulmasına bir etiraz idi. Kəskin şəkildə etirazdır. Aydındır. Bununla bağlıdır. Növbəti tapşırığımız nədir? Deyir ki, Cənub xatirələri mətnindəki fərqləndirilmiş cümləni bir daha oxuyun. Həsrət qarışıq maraq nə deməkdir? Yəni, siz necə başa düşürsünüz, əziz şagirdlər? Həsrət qarışıq maraq. Bu ifadəni biz necə başa düşək? Baxaq bu ifadəyə. Altından xətt çəkilmiş dedi də, səhv eləmirəmsə, düzdür. Baxaq, mətnindəki fərqləndirilmiş cümləni bir daha oxuyaq. Fərqləndirilmiş cümləmiz, bir dəqiqə gözə istəyirəm. Bu mətndədir də, bir dənə tapşırığa təzədən baxaq. Demək. Deyir, tələbələr mühazirəyə həsrət qarışıq maraqla qulaq asırdılar. Biz bu cümləni necə başa düşə bilərik? Bu cümləni biz necə başa düşə bilərik? Düşünəndə buna fikir yürütmək mümkündür. Yəni, tələbələr mühazirəyə maraqla qulaq asırdılar. Çünki ilk dəfə doğma dildə elmi çıxışlar edirdilər. Bu maraqda həm də həsrət hiss olunurdu. Hansı həsrətdir o? Doğma dildə oxumaq həsrəti, doğma dildə təhsil almaq həsrəti, doğma dildə elm öyrənmək həsrəti. Aydındır. Ölkəmizdə və Cənubi Azərbaycanda ana dilinə münasibəti müqayisə edək. Ölkəmizdə ana dili, əlbəttə ki, ana dilinin qorunması ilə bağlı çoxlu addımlar atılıb. Ana dilinə hörmət, ehtiram, belə deyək ki, hər bir şəxs, bir fərd üçün vacibdir. Ana dilində danışmaq, onu qorumaq çox vacibdir. Amma Cənubi Azərbaycanda həm də bunun qorunması ilə bağlı, belə deyək ki, bir çox fərman və sərəncamlar imzalanıb. Amma Cənubi Azərbaycanda ana dilinə münasibət necə ola bilər? Bizim oradakı soydaşlarımızın öz ana dillərində təhsil almaqla bağlı hüquqları məhdudlaşdırılıb. Görürsün, müqayisədə nə görürük? Bizdə həmin məqam müsbətdir, amma digər, belə deyək ki, ölkədə, belə deyək ki, bizim soydaşlarımızın öz dillərində təhsil almaq hüququ nədir? Belə deyək ki, heç də ürəkaçan deyil. Yəni, oradakı rejimin münasibəti yaxşı deyil. Yazı hissəsinə baxırıq. Aşağıdakı parçanın mötərizədə verilmiş açar sözlərin köməyi ilə genişləndirərək hekayə yazırıq. Deyir ki, Həmid Təbriz yaxınlığındakı kiçik bir kənddə yaşayır. Ailənin tərkibi, burada ailənin tərkibi
nənəsini maraqla dinləyir. Laylalar, bayatlar. Yaxşı, burada belə vermək olar. Həmid Təbriz yaxınlığındakı bir kənddə yaşayır. Ailəsində kimlər var? Özü, nənəsi və digər ailə üzvlərindən ibarətdir ailəsi. Nənəsi onun üçün laylalar, bayatlar, nəğmələr deyir, söyləyir və Həmid də nə edir? Nənəsini maraqla dinləyir. Az sonra ailəsi Təbrizə köçür və burada birinci sinifə gedən Həmid nənəsinə gileylənir. Səbəb məktəbdə Azərbaycan dilinə laqeyd münasibətlə bağlı idi. Atası Azərbaycan Respublikası haqqında danışır. Həmidin ən böyük arzusu nədir? Öz ana dilində təhsil almaq, yaxud da ki, öz doğma ölkəsi Azərbaycanı görmək və bu formada genişləndirmək olar. Eyni köklü sözlər bu mətn üzrə təqdim olunmuş qrammatika qaydasıdır və biz burada ilk növbədə eyni köklü sözlər bu mövzunu biz başa düşməliyik. Nə deməkdir? Eyni köklü sözlər. Bu da deyir ki, eyni söz kökündən yaranan düzəltmə sözlərə eyni köklü sözlər deyilir. Eyni söz kökü. Bax, ot sözündən otlaq yaranıb. Ot sözündən otlu yaranıb. Ot sözündən otlamaq feili yaranıb. Fikir verirsinizmi? Demək, eyni söz kökü ot sözündən fərqli düzəltmə sözlər yarandı. Tərif nə deyir? Eyni söz kökündən yaranan düzəltmə sözlərə eyni köklü sözlər deyilir. Demək, eyni köklü sözlər sadə, mürəkkəb olmur. Ancaq düzəltmə olur. Və düzəltmə olursa hökmən leksik şəkilçi iştirak eləməlidir. Qrammatik şəkilçi ola da bilər, olmaya da bilər. Məsələn, biz bağ sözündən eyni köklü sözlər yaradıq. Məsələn, bağ sözündən bağban yaratdıq. Bağ sözündən bağça yaratdıq. Bağ sözündən bağdakı yaratdıq. Düzdürmü? Məsələn, bağ, hara bağ, bağban kim? Bağ, bağça, hara? Bağdakı, hansı? Düzdür? Fikir verirsiniz. Və bu formada başqa nümunələr də söyləyə bilərik. Burada nə deyir? Söz kökünə bir və ya bir neçə leksik şəkilçi qoşula bilər. Məsələn, bağça, bağçadakı. Aha, ən azı bir leksik olmalıdır. Birdən çox leksik şəkilçi də ola bilər. Qrammatik şəkilçilər artıranda eyni sözün müxtəlif formaları yaranır. Məsələn, eyni köklü sözlər bağ, bağban. Hər üçünün kökü bağdır. Hər üçündən leksik şəkilçi iştirak edib. Eyni söz kökündən biz eyni köklü sözlər yaratdıq. Hər üçü düzəltmədir, bəli. Amma eyni sözün müxtəlif formaları. Sözün kökü bağ, hər üçündə bağdır. Amma qrammatik şəkilçi işlənib. Leksik şəkilçi yoxdur. Bunlar eyni köklü sözlər sayılmır. Çünki burada bunlar quruluşca sadə sözlərdir. Yaxud da eyni sözün müxtəlif formalarıdır. Yuxarıdakı otlaq başqa sözdür, otlu başqa sözdür, otlamaq başqadır. Bu sözlər də həmçinin. İndi bir qədər əvvəlki tapşırıqlara qayıdaq. Deyir, sonuncu dərs mətnində işlənmiş sakitləşdirmək və sakitlik sözlərinə diqqət yetirək. Bu sözlərin kökü hansı nitq hissəsinə aiddir? Sakit, necə sakit? Sifət, düzdür. Bir qədər geri qayıdaq. Demək, sakitləş, nə et? Sifətdən feil. Sakitləşdir, nə et? Nə yarandı yenə? Demək, feildən feil. Sakit, necə? Sifət, sakitlik, isim. İndi burada məsələ nədir? Deyir, bu sözlərin kökü hansı nitq hissəsi oldu? Hər ikisinin kökü sifət oldudur, elədir? Demək, hər ikisinin kökü sifət oldu. Sözlərin başlanğıc formaları hansı nitq hissələrinə aiddir? Burada sakitləşdir, feil oldu, sakitlik isə isim oldu. Doğrudurmu? Hər bir sözün cavab verdiyi sualı müəyyən edin. Sakitləşdirmək, nə etmək sualına cavab verir, sakitlik isə nə sualına cavab verdi. İndi gələk tapşırıqlara. Dördündən biri eyni köklü sözlər sırasına daxil deyil. Eyni köklü sözlərdə nə dedik biz? Eyni söz kökündən yaranıb düzəltmə olsunlar. Gülüş sözündə gül bitkisindən söhbət gedə bilməz ki, gülməkdən söhbət gedə bilər. Gül, nə et gül?
Gülüş nə? Gülüş. Gül nə et? Gül. Gülünc. Necə? Sonra gül nə et? Gül. Güləyən qız. Necə qız? Hər üçünün kökü gül feili oldu. Doğrudur. Və hər üçündə leksik şəkilçi var. Bunlar eyni köklüdür. Amma gülürlər, nə edirlər? Axı bu sadə sözdür. Bu söz digərlərlə eyni köklü deyil. 2-də vurmaqdan vurğun. Vurmaq sözündən yenə vurğu. Vurmaqdan vuruş. Hər üçündə vurmaq feili var və hər üçündə leksik şəkilçi var. Düzəltmədir. Amma vurdu sözü sadədir. Bunu digər sözlərlə eyni kök götürə bilmərik. 3-də qorx feilindən qorxaq. Qorx feilindən qorxu ismi. Qorxu ismindən qorxulu sifəti. Burada da qorx feilindən qorxunc sifəti yarandı. Hər üçü düzəltmədir. Kökləri eynidir, eyni tiksəsidir, eyni sözdür, bəli. Amma qorxdum sadə sözdür. Digərlərlə eyni köklü deyil. Sonra uyğunluğa baxaq. Birlik nə? İsim. Birləşmək nə etmək? Feil. Birinci neçə? Say. Suçu kim? İsim. Sulu necə? Sifət. Sulamaq nə olar? Demək feil olacaq. Burada baxaq. Yağış və yağlı sözlərini eyni köklü götürmək olarmı? Baxaq. Yağış nədir? Yağıntıdır da, elə deyil. Demək, yağ feilindən yağ nə et? Yağ. Yağış ismi yaranıb. Burada yağlı. Bunun kökü yağmaq feili olmaz ki. Yağ ismindən yağlı sifəti yarandı. Bunları niyə eyni köklü götürmək olmaz? Birincisinin kökü feildir, ikincisinin kökü isimdir. Demək, axı kökləri eyni söz olmalı, eyni nitq hissəsi olmalıydı. Amma burada fərqlidir. Bunu götürmək olmaz. Maraqlı bir qeyd təqdim edib burada. Kökləri amonim olan düzəltmə sözlər eyni köklü deyil. Daş ismi, məsələn, daş ismindən daşlıq ismi yarandı. Burada daş feilindən daşqın ismi yarandı. Kökləri amonimdir də. Burada daş ismidir, burada daş feilidir. Bunlar bir-birlə amonimdir. Amma bunları daşlıqla daşqını biz bir-birlə eyni köklü götürə bilmərik. Ona görə ki, kökləri fərqli nitq hissələri olur. Növbət tapşırıq və sonuncu. Eyni köklü sözləri yarandığı sözlərə görə qruplaşdıraq. Gül isim, gül feil. Bax, gül. Gülçünün kökü gülmək feili olmaz ki, gül ismi olar. Gül, gülçü. Düzdür. Güldanda nə olur? Gül əşyası. Demək, gül nə? Gül. Güldan nə? Bunlar bir-birlə eyni köklüdür. Sonra güllü paltarda gül şəkli ola bilər də. Gül nə? Gül. Güllü necə? Bunlar da bir-birlə eyni köklüdür. Sonra bir də güllük. Hara? Güllük. Gül olan çoxlu sahə. Deyə belə olar. Bunlar bir-birlə eyni köklü oldu. Amma gülüşdür. Sonra gülüncdür. Güləyəndir. Burada hər üçünün kökü nədir? Burada gülmək feilidir. Demək 2, 5 və 6. Bunlar bir-birə eyni köklü olar. Müvafiq olaraq 1, 3, 4 və 7. Bunlar da bir-biri ilə eyni köklü olacaq.